Neftçala rayon qadın resurs mərkəzidir. Neftçala rayon qadınları burada təlim keçir. Bugünkü təlimimizin adı Öz biznesinə başla və onu inkişaf etdir proqram çərçivəsindədir. Əminəm ki, qadınlarımız normal surətdə öz iqtisadi asılılığını azaltmaq üçün biznes planlarını hazırlayıb təqdim edəcəklər və qrant ala biləcəklər. Müsabiqədən Türk demişkən nə oxumalı? Nə? Biznes sizin nədir? Xırda biznesdir. Mən də istəyirəm bizneslə məşğul olum, qoyun saxlamaq istəyirəm. Kət sarmaq, eləmi? Qoyunçuluq. Siz xanım? Amma necə deyim, mən elə tanımıyorum. İstəyirəm, inşallah yoxdur belə bir şey. Xanım fotoqrafçı yoxdur. İlk stüdyo olsun, əsas odur ki, əlində Nə? Bizneslə qışqırlar. Nə? Özünüz o kompüter mərkəzi aça bilərsiniz? Özünüz kompüter bazarınız var? Hər şey gəlir. İstəyirəm kənd təsərrüfatı. Bir dənə siz seçmək. Ən yaxşı bacardığınız və neftçalarda pul qazana biləcəyiniz bir şeydir. Bacarırsınız. Pul qazana bilərsiniz dərzilikdən? Qazanım. Yerim üzərindən nasıl pulum yox. Məsələn, imkanım yox bu şey üzərində. Yerim var. Onu biraz təmin eləmək lazımdır. Mən xırdan ticarət olsun ki, biz qadın əlləri cəmiyyətindən heç kimə gözümüz olmasın. Nə təsəvvür? Qoyunçuluq, toy, ev şəraitində. Bilirsiniz o işi, saxlamısınız. Siz? Xımayaqlı mərkəzi açmaq istəyirəm. Ay maşallah. Özüm işləyirəm, maşın qəzəkləri də gəldim dükanında, amma özümün deyil, o şəxsi öz yerimi istəyirəm. Alışlayaq.